Əgər bir gün Həzrəti Peyğəmbər ziyarətinizə gəlsə, sadəcə bir neçə günlüyə, anidən döysə qapınızı, maraqlıdır, nə edəcəksiniz? Bilirəm, belə şərəfli qonağa ən gözəl otağınızı açardınız, süfrəyə ən gözəl yeməkləri qoyardınız və inandırmağa çalışacaqsınız ona xidmət etməkdən aldığınız həzzi. Fəqət söyləyin mənə, Peyğəmbəri evinizə gələrkən gördüyünüzdə onu qapıda mı qarşılayacaqsınız? Yoxsa onu içəri dəvət etmədən əvvəl bəzi qəzet və jurnalları gizlədib yerinə Qur'anı mı qoyacaqsınız? Musiqi kasetlərini, disklərini də gizlədəcəksinizmi? Və bunun yerinə kitab rəflərində tozlanmış hədis kitablarını mı çıxardacaqsınız? O sizi qapıda gözləsə qapını açacaqsınızmı? Yoxsa heç gəlməyəydi deyə təəssüf mü edəcəksiniz? Əgər bir gün Həzrəti Peyğəmbər ziyarətinizə gəlsə, sadəcə bir neçə günlüyə, anidən döysə qapınızı, sən içəridən kimdir dedikdə, o mən Muhammədəm, mən Fatimənin atasıyam, mən Həzrət Əlinin qardaşıyam, mən Həsən və Hüseynin babasıyam, mən bu ümmətin Peyğəmbəriyəm desə, tanıyacaqsınızmı? Deyək ki, tanıdınız, onu içəri dəvət edərsinizmi? Yoxsa nə edim deyərək sağa sola mı qaçacaqsınız? Maraqlıdır, əgər o həzrət bir neçə gün sizinlə yaşasa, etməyə davam edəcəksinizmi hər zaman etdiklərinizi? Ailənizlə hər zamanki kimi söhbət edəcəksinizmi? Hər yeməkdən sonra süfrə duasını verəcəksinizmi? Üz gözünü turşutmadan namazı qılacaqsınızmı? Bəs səhər namazı üçün necə? İsti yatağınızdan duracaqsınızmı? Yenə də zümzümə edəcəksinizmi hər zaman oxuduğunuz mahnıları? Yenə də oxuyarsınızmı bəzi qəzet və jurnalları? Bilməsinə icazə verəcəksinizmi ağlınızın və ruhunuzun bəyəndiyi şeyləri? Yoxsa heç bilməməsini arzu edəcəksiniz? Gedəcəyiniz hər yerə apara biləcəksinizmi Peyğəmbəri də? Yoxsa bir neçə günlüyə dəyişəcəkmi planlarınız? Əgər Peyğəmbər sizinlə həmişəlik qalmaq istəsə, razı olacaqsınızmı? Təmiz bir qəlblə söyləyin, onun sizinlə qalmasını istəyirsinizmi? Yoxsa rahat bir nəfəsmi alacaqsınız o getdiyində? Əgər bir gün Həzrəti Peyğəmbər ziyarətinizə gəlsə, sadəcə bir neçə günlüyə, anidən döysə qapınızı, maraqlıdır, nə edəcəksiniz? Mövla.biz saytı təqdim etdi.